da belə desin. Aha, 15-ci suala baxırıq, eləmi? Bəli. 15. Hə, bildim. Deyir ki, şəxsin fraqmentdəki proqramın icrasının nəticəsini bilməsi üçün informasiyanın hansı xəssəsi həmin şəxs üçün ödənməlidir? Aha. Əgər misal üçün bir belə deyək də bu kodu yazan adam və yaxud da ki kodu anlayan adam bunu başa düşürsə, burada kod yazıldığını bilirsə, yəni bundan başı çıxırsa, yəni onun üçün Anlaşılma olmaz. bəli, anlaşılırsa, onun nəticəsini biləcək. Yox, əgər bu kod, yəni həmin şəxs üçün anlaşılır deyilsə, aydın deyilsə, artıq burada nə yazıldığını anlaya bilməyəcək. Ona görə də burada onun üçün anlaşıqlıq xassəsi Anlaşılmaz. ödənməlidir. Mən belə götürdüm. Tamlıqla anlaşıqlığın arasında qalmışdım. Çünki mən sual tam çatmadığına görə bilmədim orada nədir. Bir tamlığı götürdüm ki, əgər sual tam olarsa, Aha. bir də anlaşıqlığı. Bir də zəhmət olmasa 20-ci sualı ümumiyyətlə heç anlaya bilməmişəm. Aha. Yəni nə qədər elədim anlayamadım 20-ci sualı. Baxarıq indi. Deməli, niyə tamlıq deyil burada? Ona görə tamlıq deyil ki, tamlıq olması üçün, yəni tamlıq xassəsi ödənməsi üçün, yəni gərək burada heç olmasa bir natamamlıq olardı. Yəni kod səhv yazılardı və ya hər hansı bir sətr buraxılmış olardı. Kod sətr buraxılmış olsaydı hər hansısa bir sətr, o zaman tamlıq xassəsi pozulmuş olardı. Və yəni ki, deyərdik ki, hə, tamlıq xassəsi ödənməlidir ki, bu nəticəsi olsun. Amma bu şəxs üçün anlaşıqlı olsa bu nəticəsini bilər. Çünki burada hər hansı bir sətrin buraxılması haqqında bir məlumat demir bizə. Yəni natamam olduğu haqqında hər hansı bir fikir söyləmir. Yəni bunun cavabını tapa bilməsi üçün onun üçün anlaşıqlı olsa cavabını tapacaq. Belə. İndi baxaq 20-ci suala. Deyir ki, 20-ci sualda. Avtomata 4 rəqəmli ədəd daxil edilir. Baxın, 4 rəqəmli, ta ki x, y, z, t formalı 4 rəqəmli ədəd. Avtomat bu ədədi yeni ədədə aşağıdakı qayda ilə çevirir. Ədədin 1 və 2 rəqəmlərini, daha sonra 2 və 3 rəqəmlərini, sonra isə 3 və 4 rəqəmlərini bir-birinə vurur. Bax, əvvəlcə birinci ilə ikincini vurur, yəni x-i vurur y-ə. Sonra ikinci ilə üçüncünü, y-i vurur z-ə. Sonra isə 3 ilə 4-ü, yəni z-i vurur t-yə. Aydındır? Birincini ikinciyə, sonra ikincini üçüncüyə, sonra da üçüncünü dördüncüyə vurur. Vurur. Alınan cavablar alınacaq da indi burada. Alınmış ədədlər azalan sıra ilə yanaşı yazılaraq yeni ədəd alınır. Yəni ki, burada hansısa cavablar alınacaqsa, belə deyək də, onlar azalan sıra ilə, yəni çoxdan aza doğru düzür və yeni bir ədəd alınır. Misal üçün, indi burada özümdən istənilən bir rəqəmi yazıram. Tutaq ki, misal üçün yazıram belə bir şey. Tutaq ki, 2, 4, nə bilim 3, bir də 5 olsun. Misal üçün deyirəm. Ha, bunu misal üçün deyirəm. Yəni şərtini anlamaq üçün. Tutaq ki, belə bir ədəddir. İndi mənə deyir ki, birincini ikinciyə vuraq. Birincini ikinciyə, yəni 2-ni vururam 4-ə. Bu eləyir 8. Sonra deyir ikincini üçüncüyə vur. Yəni 4-ü vur 3-ə. Bu eləyir 12. Sonra deyir üçüncünü dördüncüyə vuraq. Yəni 3-ü vuraq 5-ə. Bu deyir 15. İndi deyək ki, alınmış ədədlər azalan sıra ilə yanaşı yazılaraq. Azalan sıra ilə. Belə çıxır ki, ən birinci, ən böyük yazmalıyam. Misal üçün, ən böyük 15-dir məndə. Sonra 12-dir. Sonra 8-dir. İndi məndə... Bunlar da vuracaq. Yox, vurmuruq. Sadəcə yanaşı yazırıq. Yanaşı yazırıq və belə bir yeni ədəd alınır. İndi mənə deyir ki, alınmış ədəd bu deyil. Misal üçün, belə bir ədəd deyil. 842 alınıbdır. Alınmış ədəd, yəni əgər 842 olarsa, bu zaman girişə verilən ədəd hansı ola bilər? Və bu ədədlərdən bir dənə deyil, yəni çoxdur. Burada ən böyük və ən kiçik ədədləri tapmalısan. Girişə verilən ən böyük və ən kiçik ədədləri tapmalıyıq ki, o, belə deyək də, bu əməliyyatları icra edəndən sonra alınmış ədəd də 842 olsun. Şərti aydındır. Şərtini başa düşdüm mən. Aha, şərtini başa düşdük. İndi onda gəlin bunu belə deyək də həll etməyə çalışaq. Deməli bizim ədədimiz x, y, z, t formalıdır. Sonda alınıbdır 842. Mən indi bilməliyəm ki, bu cavabı almaq üçün ən böyük 4 rəqəmli və ən kiçik 4 rəqəmli ədədlər hansılardır?
Bunu da mühakimə yolu ilə tapırıq. Misal üçün, Variantlarla da işləmək olardı da onu. variantlarla belə işləmək olmur ki, ən böyüklə ən kiçiyin artıq cəmini verib burada. Aydındır? Hə, sadəcə ən böyüyü desəydi, götürüb variantla işləyərdik və ya ən kiçiyi desəydi, variantla işləyərdik. Amma burada artıq onların cəmidir deyə variantla işləyə bilmirik. Ona görə özümüz mühakimə yolundan bunu tapmağa çalışaq. Misal üçün, tutaq ki, birinci yerə, bu 4 rəqəmli də düzdürmü? Birinci yerə 8 yazsam, ikinci yerə 1 yazsam, düzdürmü? 8 vur 1, 8 eləyir də, düzdür? Bəli. Sonra 8-i aldımsa artıq, tutaq ki, mənə 4 ilə 2 lazımdır da. E, Ondan sonra Məsələn, bir 4 də yerləsə 4 gedir. 4 yazsam, tutaq ki, 4-ü alıram. Bura 2 yaza bilmirəm. 2 yazsam, amma belə bir şey elə verəm. Bura 2 yazsam, burada 2 yazsam əgər, bu zaman 8-i də alıram. Düzdürmü? 8 vur 1, 8 eləyir. 1 vuraq 2, 2 eləyir. 2-ni də 2-yə vursam 4 eləyir. 4. Hə, belə olanda ala bilərəm. Tutaq ki, 8-i alıram. Baxın, 8 vur 1, 8 eləyir. 1 vuraq 2, 2 eləyir. 2-ni vurdum 2-yə 4 Bir dəqiqə eləyir. məlumatlarını. İndi bu hələ dəqiq doğrudurmu hələ bilmirik də. Hələ mühakimə eləyirik. Baxa bilərik mi? 8, 2, 4. Aha. Yəni bunların onsuz da yerini dəyişə bilərəm də, fərqi yoxdur. Yəni zaten mən azdan çoxa doğru düzəcəm onsuz da cavabları. Yəni belə 8, 2, 4 alsam da onu 8, 4, 2 kimi yaza bilirəm. Aydındır? Yəni hansının daha əvvəl alınmasının Biri fərqi desək, yoxdur. yəni əgər birə vurarsa aldığımız cavaba görə yaza bilərik də müəllimə. Hə, 8-i 1-ə vuranda hə 8 eləyir. Düşünürəm ki, birincini ikinciyə vurub 8-i ala bilərəm. Sonra birinciyi ikinciyə vursam, təzədən ikincini üçüncüyə vursam, yəni 1 vuraq 2, 2 eləyir. Sonra da buna vursam 2 vuraq 2, 4 eləyir. Bəli. Yəni 8-i də, 2-ni də, 4-ü də mənə lazım olanları alıram bu formada. Amma indi gəlin görək bu ən böyük ədəddirmi? Yəni mənə bu cavabı verən ən böyük ədəddirmi? Çünki mənə ən böyük ədəd və ən kiçik ədəd lazımdır. Bu başqa bir halda nə ola bilər? 8, 1 varsa burada, tutaq ki 4-ü yazsam olmur. 4 yazsam, mənə gəlir ki, ən böyük ədəd budur. 8, 1, 2, 2. Məncə ən böyük ədəd budur. İndi gəl ən kiçik ədəd düzəltməyə çalışaq. 8122 tutaq ki, ən böyük ədədimiz olsa, ən kiçik ədəd də lazımdır bizə. Çünki bunları cəmləməliyik. Ən kiçik ədəd necə taparıq? Ən kiçik ədəd tapmaq üçün, əgər mən Yaza bilərik də. hə, misal üçün sonuna 4 yazsam, indi bunları silirəm hələ ki. Əgər belə deyək də, böyük olanı, bunun tərsini də yazmaq olar əslində. 4, 2, 8 1, onda daha çox gəlir axırda. necə? 8 daha böyük gəlmir ki, müəllimə. Əgər tərsinə yazılası olsa. Hə, tərsinə yazanda bunu daha kiçik bir ədəd düzəltməliyəm. Yəni bu belə deyək də. Yenə 4 rəqəmli ədəd düzəltməliyik də, yəni. Bəli, 4 rəqəmli olacaq yenə, amma kiçik ədəd olacaq da. Misal üçün bu səfər 1 ilə başlasam, istəyirəm ki, kiçik ədəd düzəldəm də. Həm də rəqəmlər də fərqli olacaqdı da. 1 ilə başlasam, yanına 2-ni yazsam, 1 vuraq 2, mən buradan 2-ni alaram. Amma bunun tərsi olmayacaq da, çünki məncə başqa ədəd olmalıdır. Olmağına bu yazılış həmin ədəddə həmin şeyi verir. 1228 də 1 vuraq 2, 2 edir, 2 dəfə 2-ni 4 edir. Yox, 2 vur 8, bu çox olur. Çox olur, o deyəxərin ki, 8 daha çox gəlir. Hə, bura 8 yox. Bir dəqiqə, mənim burada səhvim olubdur müəllimə. Səhvim nədir mənim? 8 əvəzinə 4 yaza bilərik müəllimə. Amma burada 4 də yox, axı birincidə. Bura 4 yazsam əgər. Baxın, 1 vuraq 2, 2 eləyir. 2-ni 2-yə vursam 4 eləyir. 4-ü də 2-yə vursam 8 eləyir. Ala bilirəm həmin cavabları. Amma bu ən kiçik ədəddirmi, deyilmi? Ona baxmaq lazımdır. 1224. Alo. Salam. Xanım, mən hazırlıqdayım. Yəni danışmağa da vaxtım yoxdur. Yox, istəmirik də, yəni sağ olun.
Deyirəm, adımı versən yenə yığırlar. Hə, Şirkətlər də hə da. Deməli, müəllimə, indi biz nə etməliyik? İndi biz baxmalıyıq ki, bundan daha kiçik ədəd varmı, yoxsa yoxmu? Bundan daha kiçik ədəd olub-olmadığını tapmaq lazımdır. Məncə ən kiçik ədəd budur. Yaxşı. Onda ən kiçik ədəd əgər budursa, ən böyüyü də bura tapmışdım da. Bunların cəmi görə bizə nə verəcək? 1, 2, 2, 4. Bunları cəmləyirəm. 4 ilə 2, 6 eləyir. 2 ilə 2, 4 eləyir. 2 ilə 1, 3 eləyir. 8 ilə 1 də 9 eləyir. Baxaq, 9346. Bəli, belə bir cavab var. A variantındadır. Hə, deməli, cavabımız A variantıdır. İndi bilmirəm, müəllimə, siz bunu başa düşə bildik, yoxsa yox? belə deyim də, indi izahını verim, görün anlamışam yoxsa. Demək, birinci bizə böyük ədəd lazımdır. Elə bir ədəd seçməliyik ki, onları bir-birinə vurulanda tam ədədi tapa bilək. Aha, bəli. Sonra ikinci variantda bizə verilir ki, kiçik tapılmalıdır ki, onların toplananda cəmləri yüksək ədəd olunsun və 842-də olunan cavabın yüksək ədəd olunmalıdır. Toplananda. Onda da elə eləməliyik ki, bir-birinə vururuq, bunu gətirib nəticəni çıxardırıq kiçik ədədi. Bəli. İzah elədim yox. Yəni biz yanaşı yazılanları bir-birinə vuranda alınacaq ədədlərimiz bizim 8 olmalıdır, 4 olmalıdır, bir də 2 olmalıdır. Yanaşı yazılan, hər yanaşı yazılanı bir-birinə vuranda. Ən kiçik ədədlərdən başlanmalıdır. Hə. İkinci variantda, birinci variantda da ən böyük ədədlərdən başlamalı. Onlar da bir-birinə ardı-ardına gələnlərə vurulmalıdır. Bəli, bəli, bəli. Bəli. Yan-yana dayananlar. Bax, misal üçün, bu ikisi bir-birinə vurulur. 1-i 2-yə vurdum, elədi 2, yazdım bura. Bu ikisi bir-birinə vuracaq. 2-ni 2-yə vuram, eləyir 4. 4-ü 2-yə vuram, eləyir 8. Bəli, mən burada 8-i də, 4-ü də 2-ni də aldım. Eyni qayda elədi, yenə 8-i 1-ə vursam 8 eləyir. 1-i 2-yə vursam 2 eləyir, 2-ni 2-yə vursam 4 eləyir. Burada da 8-i də, 2-ni də, 4-ü də aldım hamısını. Və baxıram ki, indi görəsən bundan daha kiçiyi və daha böyüyü varmı? Düşünürəm, görürəm ki, yox, daha bundan kiçiyi yoxdur və ya daha böyüyü yoxdur. Ona görə də elə bu cavabları götürdüm, topladım və 9346 cavabını aldım. Başa düşdüm mən. Aha. İndi burada Arrayda başqa sualımız var idi bura qədər. Araydan bir də yenə 21-ci sualı məlumat. Aha, 21-ə baxaq ondan. Bu əslində bu 21-ci sual məntiq testidir. Məntiq testi, yəni sertifikasiya imtahanında. Siz 20-yə kimi vermişdiniz? Gördüyünüz variant o vərəqdə 2 dənə qalır. Onlar da 22-23 yaza bildiyim. Qaldı 20-21 qaldı, bir də 15 qaldı. Bəli. Əslində bu bir məntiq testidir. Məntiq testi də informatikada, yəni sertifikasiya imtahanına düşmür. Sadəcə olaraq bu kitabda, Array kitabında belə bir xüsusiyyət var ki, hər bölmənin içərisində məntiq testləri də var ki, beyni işlətmək üçün yazıblar bunu. Yəni bu imtahanı... Mən bunu düşdüm ki, 5-ci sinifdə damalar var, yuxarı aşağı istiqamətdə getmə. Mən elə başa düşdüm. Nə qədər də fikirləşdim, deyildirsə, tam anlaya bilmədim ki, bu ədədi niyə verib, A-nı nəyə verib, və möhtəzələr nədən ötürüdür, onu tam anlaya bilmədim. Müəllimə, baxın, sağa oxun mənası, sağa ox, belə deyək də, bizdən istədiyi budur, eləmi? Bu ifadəni tapmaq üçün buna əsasən yuxarıdakılardan bunu tapmalıyam. Deməli, mən yuxarıdakılardan tapmalıyam ki, bunların mənası nədir ki, sonra burada yerinə yaza bilim. Mən baxıram ki, burada, ən birinci azdan başlayaq da, yuxarı A yazıbsa, deməli bu 2A üstə gələk 3 deməkdir. Yuxarı ox A-nın mənası... O 2A hardan götürülür? Bircə dəqiqə. Yuxarı ox... Yuxarı götürülürsə 7 dax onda mənə gəlir. Yuxarı oxun mənası, müəllimə, yuxarı oxun mənası. Bu 2-yə vurma deməkdir. Görürsünüz, A-nın yanında 2 yazılır. 2A, bu sağa ox isə üstə gəl 3 deməkdir. Aydındır? Bu üstə gəl 3 deməkdir. Bu da vuraq 2 deməkdir. Yəni bunu buradan gördüm. Buradan başa düşürəm ki, A-nın yanında 2, sonra üstə gələ 3 varsa, deməli bu vuraq 2 olacaq, yuxarı ox vuraq 2 olacaq, sağa ox da üstə gələ 3-dür. Düzdürmü? Yuxarı ox 2-dir, yan ox 3-dür. Burada vuraq 2-dir, burada üstə gələ 3-dür. Bu da üstə gələ 3 deməkdir. Sonra indi bir addım yuxarı gedirəm. Baxaq görə burada nə var? Baxın, üstə gələ 3 oxu burada da var. Düzdürmü? Yazıb burada üstə gələ 3. Onda yuxarı oxa da burada yenə. Necə? Burada yuxarı oxumuz var idi. 2A var idi, düzdürmü? 2 var idi.
Burada aşağı oxda var, görürsünüz. Aşağı ox var, amma burada 8 ay yazılıbdır. Belə çıxır ki, aşağı oxda 4 imiş, düzümü? Bıraq 4 olsa, təzən bu yuxarı oxa da görə təzən mən 2-yə vursam, həqiqətən də 4 dəfə 2 8A eləyər. Üstə gələ 3 də burada var. Düzdür? Bir dəqiqə. Demək aşağıdan da gedir söhbət ki, yan olur 3 plus, yuxarı ox olur 2A. Yuxarıya qalxırıq, yan ox olur plus 3. Aha. Aşağı oxdan gedir indi təkrar söhbət. O da olur 8A. Düzdür? Yox, aşağı oxumuz birbaşa 8A olmur. Çünki burada yuxarı ox var. Bu yuxarı oxun mənası mən... 4 olur da onda. Ay, sağ ol. Bəli. 4-ün üstə 4 gələndə də eləyir. Hə. 8 düzdür. 4'ü Üstə gələndə yox. 4-ə vuranda 4'e yox mənimlə. Bu yuxarı ox 2 idi axı. Bunu 2-ni mən bu, deməli aşağı oxda 4 olsun ki, 2-ni 4-ə vurum 8 alım. aydın. Hə, üstünə də bu 3-ü gəlim deyə bu sağa gedən oxu. Aha. İndi artıq mən oxların mənalarını bilirəm. Yenə qalxıram yuxarı. Yuxarı qalxanda baxıram ki, nə yazılıbdır. Deməli yuxarı qalxanda 8 ay üstə gələ 24 yazılıbdır. Düzdürmü? İndi bu üstə gələk 24-dürsə, baxın, bu üstə gələk 24-dürsə, bu üstə gələk, bu oxun mənası üstə gələk 3 idi, düzdürmü? Aşağı ox vıraq 4 idi, yuxarı ox da vıraq 2 idi, düzdür? Hə, onda belə çıxır ki, deməli, A-nın üstünə 3-ü gəliblər, A üstə gələk 3, A-nın üstünə 3-ü gəlibdir, bax burada. A-nın üstünə 3-ü gəlibdir. Sonra bunu alıb mötərizəyə, təzədən burada 4-ə vurubdur. Düzdürmü? Bax, burasında 4 var. Bəli. Hə, vurub 4-ə, olubdur nə? 4A, üstə gələk 12. Aha. Bəli. Aha. Bəli. Artıq deməli biz sağa oxun mənasını bilirik də. Bu üstə gəl 3 deməkdir, düzdürmü? Aşağı ox vıraq 4 deməkdir. Yuxarı oxda vıraq 2 deməkdir. Deməli mən birinci mötərizənin içərisindən başlayıram. Bu sağa ox olduğuna görə, bu da üstə gələk 3 olduğuna görə yanında da A var da. Deməli bu mötərizə mənə A üstə gələk 3-ü verir. Düzdürmü? Çünki bu üstə gələk 3 deməkdir. Yəni yuxarıdakı ox yanına gedən ox plus 3 deyil, ora 3 adı verir. Bəli. Axın bunu aşağıdan tapdıq da. Gördük ki, bu üstə gələ 3 deməkdir. Buradan tapmışdıq bunu. Burada da istifadə etmişdik, burada da istifadə edəcəyik həmin şeyi. Aydın olur? Bəli, müəllimə, biraz diqqətlə, biraz qarışıqdır amma... Hə, qarışıqdır. Yəni çətin bir məntiq testidir də, belə deyim. Hə, burada deməli bu oxun mənası üstə gələk 3 olduğuna görə A-nın üstünə 3 gəldim. Bu oldu A üstə gələk 3. Sonra aşağı ox var yanında. Aşağı ox da mən bayaq tapmışdım ki, burada vuraq 4 deməkdir, düzdürmü? Ona görə bu A üstə gələk 3-ü mötərizəyə alıram, bütöv vururam 4-ə. Bu mötərizəni açanda olur nə? 4A üstə gələk 12. Sonra təzədən bunu bir də burada baxın mötərizəyə alıblar. Görürük. Yazıblar yuxarı ox. Yuxarı oxun da mənası vurama 2 idi də. Ona görə mən də bunu mötərizəyə alıram, vururam 2-yə. Sonra da bunu açanda baxıram ki, nə olubdur? 2 dəfə 4-ün 8A, üstə gəlsin, 12-ni də 2-yə vuram, olur 24. Aldım həqiqətində 8A, üstə gəl 24. Deməli, bu oxların mənasını bildik. Oxların mənası lazım idi bizə. Oxların mənası belə idi ki, deməli, yuxarı oxun mənası, bir dəqiqə buradan yazım. Yuxarı oxun mənası 4 idi. Yox, yuxarı oxun mənası vuraq 2 deməkdir. Vuraq 2 deməkdir. Hə. Sonra aşağı oxun mənası vuraq 4 deməkdir. 4 idi. Sağ oxun mənası üstə gələ 3 deməkdir. 3 idi. Aha. İndi buna əsasən, bax bu ifadənin qiymətini tapacağıq. Birinci başlayaq mötərizənin içərisindən. Yuxarı ox nə idi? Yuxarı ox 2. Vuraq 2, düzdürmü? Hə, onda 2-ni vururam 7-yə. Çünki bunun yanında 7 var da. 2-ni vururam 7-yə. Nə eləyir? 14. Düzdürmü? Aha, elədi 14. Sonra bu mötərizəni bağlayıblar. Yanında aşağı ox var. Aşağı ox nə idi bəs? 4 idi. Ay, son. Vuraq 4 idi. Düzdürmü? Deməli 14-ü də vururam 4-ə. Baxın bu mötərizənin içərisində mənə
Və yuxarı ox 2 idi, düzdürmü? 2-ni vuraq 2 idi də. 2-ni vurdum 7-yə, elədi 14. Sonra 14-ü təzədən mötəzənin içərisindəki bu 14-ü də təzədən aşağı oxun mənası nə idi? Vurma 4 idi də. Ona görə 14-ü Bəli. vururam 4-ə təzədən. Aha. Aha. Bunun üstünə gəlirəm, indi bu ikinci tərəfi həll eləyək. Sağa ox nə idi müəllimə? Sağa ox nə idi? Plus 3. Ayso. Deməli 2-nin üstünə 3-ü gəlirəm. Elədi nə? 6. 2, 5. 5. Ayso 5. İndi 5-i də yuxarı oxun mənası nə idi? Yuxarı oxun 2. Ayso, vuraq 2. Bəli, 5-i də vururam 2-yə. Eləyir nə? 10. 10. Bərabərdir. İndi 14-ü 4-ə vuranda 4 dəfə 4-ün 16 bir yadda, 4 dəfə 1-in 4, bir də yadda 5, 56. Üstə də 10 gələndə eləyir 66. Bu da A variantı. Hesabladıq, aldıq 66. Aydındır? Bəli. Bəli. Müəllimə, bu yəni imtahana düşəcək bir sual deyil. Sadəcə bəli, məntiqi sualdır. Elə bir ki, beyni işlətmək üçün verilibdir də. Yəni ki, da imtahan sualı deyə verilməyibdir. Hə, belə. Sonra müəllimə, onda 22, 23 bunları da yazmışıqsa əgər 23. Bəli, bunları da yazmışam. Aha. 23-ü də yazmışam müəllimə. Bəli, bu izahlı şəkildə yazdım ki. Aha. Bax, göstərim də yenə bu formada. Siz məni görürsünüz? Görün mən sizə Bəli. Aha. Baxaq, mən sizi görüm. Bir dəqiqə. Aha, hə, indi gördüm. Aha, bəli, bəli. Bəli, doğrudur, tamamilə doğrudur. Gördüm mən. Bu formada 23-də yazdım, 22-ni də yazmışam. Aha. Bu qədər. Aha. Tamam. 24-dən qalıbsa da onda belə çıxır ki. Seni kopyalamamışam, bunları çıxartmamışam. Əlimdəki vərəqə görə işlədim də. Bildim, bəli. Başıma elə işlədi o günləri. Evdə vərəq bir dənə kitabı da hamısını vurmuşam. Printer dayanmır, işdə gedib. Kimə əl atıram, heç kim cavab vermir ki. Mən də gec cavab verdim sizə. Təzədən printeri topdan çıxartmışam, kompüterdən dayandırmışam. Yenə printer tələb edir vərəq. İşə salan kim yenə başlayacaq, başdan çıxartmağa? Ay sağ ol. Toka taxsam başlayıb davamlı şəkildə. Bir zorla axırda tapdım da. Onunsa deyildi də vərəq yox edirdim. Olan vərəqlər də getdi sayı, əlimdə olan bir dənə vərəqlə çıxartdım. Qalanı çıxartmışam. Ev yoxdur müəllimə. Müəllimə, indi keçək. Maraqlandım, amma çox da bahalı kitabdır. 25 manata gəlir. Poşla da gəlib, hardasa 3 manat, 5 manat da poşla. Hələ ki, serokopi ilə idarə edib getsinlər. Heç evdə printer varsa mən atdıqca elə azad çıxararsınız. Hə, bax, printerim var, özümün şəxsi printerim var. Müəllimə, indi keçək Koderaya. Aha. Burada indi belə deyək də nə qalmışdı? Koderadan elə bir 23-dən qalmışdı. Aha. 23-dən bax. Yox, 21, 22, 23, 24. Koderadan da müəllimə 25 bir də 27-ni. Aha, suallarımıza baxacaq. 25-ə baxaq birinci. Deməli 25-ci sualda deyək ki, cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğu variantı seçin. Gəlin baxaq mülahizələrə. Məncə bunu özümüz eləyək bəlkə. Məncə siz oxuyun. Yoxsa mən mi eləyim? 25-də biz sizlənmə. Qoy mən öz bildiyimi deyim. Aha, deyin. 25 elə bir 700 almışdım deyəsən. Yoxsa yox. Dayan, qoy mən oxuyum 25-i. Oxuyun. Demək, burada müəllimə deyib gündüzün maaşı. Gündüz gəlir 2500-dür gündüzün maaşı, düzdür? Bəli, gündüzün maaşı 2500. Yazıram qarşısına 2500. Aha. 2500, düzdür? Bəli. Sonra deyir 50-dən az maaş alanların sayı. Səs getdi müəllimə sizdə. Siz səsinizi eşitmirəm mən. İnternet getdi. İndi davam edəcək. Yoxdur, yeni dərsin izahından olsun müəllimə. olsun. Buradan davam edək.
Aha, informasiyanın kompleks mühafizə sistemləri, baxaq görək yazırmı? 4 dənə. Hə, yazır. Dəqiqə, baxım. Yəqin ki, yazır. İnşallah yazır. Tamam. Deməli, informasiyanın kompleks mühafizə sisteminə 4 dənə üsul daxildir. Təşkilatı mühafizə, proqram aparat mühafizəsi, mühəndis texniki mühafizə, bir də var qanunverici mühafizə. Bunları öyrənəcəyik əsas. Sonra bax bu cümləni, verilənləri icazəsiz istifadədən qorumaq üçün paroldan istifadə olunur. Bilirik də, misal üçün, adi telefonlarda, nə bilim, kompüterdə parol qoyuruq ki, kimsə bizim telefonumuza və ya kompüterimizə daxil olub ondan istifadə edə bilməsin. Yəni, icazəsiz. Bu da bilirik. Deməli, parol informasiyanın qorunmasının iki üsulu var. Verilənlərin girişi. Bəli, verilənlərə girişin məhdudlaşdırılması, bir də var ki, verilənləri əks etdirmək üçün girişin məhdudlaşdırılması. Bu nə deməkdir? Bir var ki, misal üçün, kimsə sənin kompüterinə girə bilməsin ümumiyyətlə. Bax, bu birinci verilənlərə girişin məhdudlaşdırılmasıdır. Bir də var ki, kimsə daxil olsa, kompüterə daxil olsa belə, onları əks etdirmək üçün, yəni istifadə edə bilmək üçün məhdudlaşdırasan da. Yəni, bir də var ki, daxil olsa belə istifadə edə bilməsin. Aydındır? Bir, ümumiyyətlə daxil ola bilməsin. Yəni, verilənlərə girişin məhdudlaşdırılması. Bir də var ki, verilənləri əks etdirmək üçün girişin məhdudlaşdırılması. Bəli, yəni ümumiyyətlə istifadə edə bilməsin. Bu da informasiyanın qorunmasının iki üsuludur. Ümumiyyətlə, bir də yəni altına xətt çəkəcəyimiz, yəni öyrənəcəyimiz hissə budur. Bir dəqiqə üzrünü sayın. Buyurun. Bir dəqiqə. Məhəmməd, davam eləyək. Səsimiz gəlmir. Aha, davam eləyək. Bir də baxım görüm Zoom da yazırmı? Yazır desin, hə. Hə, deməli, ekranı görürmü? Bəli. Aha, informasiyanın qorunmasının ən müasir və ən, belə deyək də, unikal üsullarından biri də biometrik mühafizə sistemləridir. Biometrik mühafizə sistemləri insanın bioloji xüsusiyyətlərinə əsaslanır. Ümumiyyətlə, saxtalaşdırılar, dəyişdirilə bilməyən, demək olar ki, yəni yeganə bir mühafizə sistemidir. İnsanın bioloji xüsusiyyətləri deyəndə insanın barmaq izlərinə görə tanınma. Buna deyirlər daktiloskopiya. Yəni, hər bir insanın barmaq izi yeganədir, unikaldır və həmin şəxsin özünə məxsusdur. İkinci bir şəxslə üst-üstə düşmür. Ona görə də bundan istifadə etmək etibarlıdır. Biz özümüz də telefonda, misal üçün kompüterlərdən, smartfonlarda istifadə olunur bundan. Banklarda və s. bir çox yerlərdə istifadə olunur. Sonra var gözün qüzehli qişasının şəklinə görə tanınma. Bəli, insanlar gözün qüzehli qişasına görə də fərqlidirlər və bu ikinci bir şəxsdə bu xüsusiyyətlər olmur. İnsanın həyatı boyu dəyişmir. Ona görə də bundan da istifadə olunur. Sonra var nitqin özəlliklərinə görə tanınma. Yəni, insanın səs tonu, nitqi, hər bir insan üçün onun səsi, yəni, belə deyək də fərdidir, onun tezliyi də fərdidir. Yəni, nə qədər ki, valideynlə övladın, ta ki, ana ilə qızın səsləri bir-birinə oxşasa belə, yenə də əlbəttə ki, o tam olaraq səsin özü deyil və onlar, belə deyək də, cihazlar vasitəsilə asanlıqla fərqləndirilir, yəni seçilir. Yəni, hər bir insanın səs tonu, tezlik xarakteristikası fərqli olduğuna görə, yəni nitqdən istifadə olunur. Üzə görə tanıma var ki, insanın üz quruluşu, üzün forması, yəni üzdə o qaşların, gözlərin, burunun, qulağın, ağzın yerləşmə yerləri, koordinatları da hər insanda fərqlidir. Bəli, eyni zamanda saçın rəngi, bunlar hər insanda da fərqlidir. Ona görə də düzdür, saç indi o qədər önəmli deyil, əsas belə deyək də üzün quruluşudur. Ona görə üzə görə tanınmadır. Adi özümüz də telefonlarda da bundan istifadə edirik də, üzünüzə tuturuq, açılır ondan sonra.
Bir də var ovuca görə tanınma. Hər bir insanın əlin içərisində olan barmaq sümüklərinin qatlanma yerlərinə görə, yəni qan damarlarının əmələ gətirdiyi naxışlar da fərqlidir. Ona görə də bax bu ovuca görə tanınmadan da istifadə olunur ki, əsasən belə deyək də hava limanlarında, banklarda bax bundan istifadə olunur. Deməli, biometrik mühafizə sistemlərinə nələr daxil oldu? Barmaq izlərinə görə tanınma, daktiloskopiya, gözün güzeyli qırşasının şəklinə görə tanınma, nitqin özəlliklərinə görə tanınma, üzə görə tanınma və ovuca görə tanınma. Bunlar hər insanda fərdidir, unikaldır, yeganədir, ömür boyu dəyişmir, hər insanın özünə məxsusdur, nə dəyişdirilə bilmir, nə də saxtalaşdırıla bilmir. Ona görə də bundan istifadə olunur hal-hazırda müasir dövrümüzdə. Bu qədər, bundan bu qədər. Bu hissəni öyrənəcəyik, yəni ki. Məncə asandır, bu yadda qalar. Bəli, cədvəlin içərisində öyrənirik. Bundan sonra gəldik viruslar haqqında. Biz bilirik ki, ümumiyyətlə virus nədir? Virus kompüterə daxil olan, öz-özünə çoxalan, bəli, kompüter proqramlarını sıradan çıxaran, zərər verən bir, belə deyək də, ziyanverici proqramdır. Bunun nə olduğunu bilirik. İndi biz öyrənəcəyik, bax, bu qara hərflə yazılan bu hissəni, bax, buradan ta ki, bura kimi. Və aktivləşdirilmə. Bəli, virusun həyat yolu nə ilə başlayır? Virusun həyat yolu yoluxdurma və aktivləşmə ilə başlayır. Bu nə deməkdir? Yəni ki, kompüter virusa yoluxanda hələ o aktivləşmiş hesab olunmur. Misal üçün, mən tutaq ki, içərisində virus olan bir faili yükləmişəm internetdən və ya kimsə mənə göndəribdir, fail göndərib, içərisində virus var. Bu zaman mənim kompüterim yoluxubdur. Amma hələ aktivləşməyibdir. Mən həmin o virus olan faylı açaramsa, yəni başladaramsa, o zaman o virus aktivləşəcək. Əgər həmin faylı heç açmadan silsəm, o zaman həmin virus aktivləşməyəcək. Aydındır? Ona görə də virusun həyat yolu yoluxdurma və aktivləşmə ilə başlayır. Deməli, yoluxdurma prosesi... Aha. Bəli, mənim. Kompüterdə virusların həyat yolu da. Aha, kompüterdə virusun həyat yolu bəli, yoluxdurma və aktivləşmə ilə başlayır. Və ümumiyyətlə kompüter viruslarından qorunma 3 səviyyədə təşkil oluna bilər. Bunlar hansılardır? Birinci səviyyədə virusların kompüterə daxil olmasının qarşısı alınır. Yəni elə antiviruslar var ki, yəni virusun kompüterə daxil qarşısını almaq üçün bəli, yüklənməlidir. Ayso. Amma elə ikinci səviyyədə virus hücumlarının qarşısı alınır. Bu nə deməkdir? Belə deyək də, ikinci səviyyədə artıq virus kompüterə daxil olsa belə, yəni hücum eləyə bilməsin. Bu cürdür. Üçüncü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir. Yəni hücum etsə belə, bəli, daha az zərər vursun. Deməli, kompüter viruslarından qorunma 3 səviyyədə təşkil oluna bilər. Birinci səviyyə virusların kompüterə daxil olmasının qarşısı alınır. İkinci səviyyə virus hücumlarının qarşısı alınır. Üçüncü səviyyə virus hücumlarının təsiri minimuma endirilir. Bu belə, öyrənməli hissələrimiz bir də bunlardır. Gəldik indi bu cədvəlin içərisinə, bunu da bilməliyik. Deməli, kompüterdə virus proqramların olmasını bildirən bir sıra əlamətlər var. Bunlar hansılardır? Yəni, asandır. Misal üçün, baxırsan ki, kompüter özünü gözlənilməz aparır. Nəzərdə tutulmayan məlumatlar görünür və ya yoxa çıxır. Sonra nəzərdə tutulmayan səs siqnallarının generasiyası baş verir. CD, DVD disk sürücülərinin öz-özünə açılıb bağlanması prosesi olur. Kompüterdə hər hansı proqramın öz başına başladılması olur. Kompüter tez-tez sıradan çıxır, ilişir, yavaş işləyir. Nə bilim, baxırsan ki, fail və qovluqlar yoxa çıxır və yaxud da dəyişdirilir. Sərt diskə tez-tez müraciətlər olur. Proqramların, misal üçün, browserin asılıb qalması, yaxud da ki, özünü gözlənilməz aparması və s. Yəni, bütün bu hallarda artıq hiss edirsən ki, kompüterə virus düşübdür. Əgər kompüterdə virus varsa, bu zaman mən nə etməliyəm? İlk növbədə
Deməli, məndə kompüterdə lazım olan, mənə lazımlı fayllar ki var, onları flash karta köçürməliyəm. Sonra kompüteri internetdən və şəbəkədən ayırmalıyam. Və antivirusu işə salmaq lazımdır daha sonra. Əgər kompüter ümumiyyətlə açılmırsa, yəni əməliyyat sistemi yüklənmirsə, əməliyyat sistemini xarici daşıyıcılardan yükləməyə çalışırıq və antivirus proqramını işə salırıq. Belə. İndi gəldik virus proqramlarının növlərindən biri olan Troyan virusları haqqında danışmağa. Troyan virusları Troya atının, məşhur Troya atının adından götürülübdür. Troyan virusları digər viruslardan fərqli olaraq, onlar öz-özünə çoxalmırlar. Amma belə deyək də, maskalanaraq, geniş bir şəkildə yayılmışlar, maskalanaraq qarşı tərəfin bir çox istiqamətlərdə, yəni zərərlər vura bilirlər. Necə olur bunların zərərləri? Troyan virusları bir-birindən öz fəaliyyətlərinə görə fərqlənirlər. 3 dənə bunun fərqli növü var. Birincisi, uzaqdan idarə etmə utilitləri, casuslar və reklam proqramlarıdır. Uzaqdan idarə etmə utilitləri nə deməkdir? Baxın, tutaq ki, mən oturmuşam öz evimdə, sizin kompüterə daxil olmuşam və sizin kompüterdə işləyirəm. Orada mənə lazım olan məlumatları əldə edirəm, sizin şəxsi məlumatlarınızı özümə köçürürəm, bank hesablarınıza girirəm, yəni e-mailinizə girirəm, bütün istənilən lazım məlumatı sizin kompüterinizdən əldə edə bilərəm. Buna deyirlər uzaqdan idarə etmə utilitləri. Aydındır? Bəli, bəli. Yəni kompüterin bədniyyətli şəxs tərəfindən uzaqdan, məsafədən idarə edilməsinə imkan verir. Bu birinci xüsusiyyətidir. İkinci casuslardır. Casuslar nə edir? Casuslar istifadəçinin hərəkətlərini gizli olaraq müşahidə edir və bədniyyətli şəxsi maraqlandıran məlumatları özündə saxlar və vaxtaşırı cinayətkara göndərir. Bu nə deməkdir? Yəni ki, casus tipli viruslar kompüterdə olurlar və həmin o virusu ta ki mən göndərmişəm də, misal üçün, mənə lazım olan məlumatlar olduqca kompüterdə vaxtaşırı onları ötürür mənə. Bu da casusların iş prinsipidir. Reklam proqramları nə edir? Reklam proqramları da tez-tez istifadə olunan proqramlara reklam və elan xarakterli məlumatlar yerləşdirir və casus proqramı kimi fəaliyyət göstərə bilir. Yəni ki, ekranda tez-tez reklam gəlir, sən elə bilirsən ki, bu reklamdır. Əslində reklam deyil, virusdur. O da yəni məlumat oğurluğu ilə məşğul olur. Yəni sənin önəmli məlumatlarını oğurlayıb cinayətkara göndərir. Bu da reklam proqramları, yəni reklam kimi görünür ekranda. Deməli, uzaqdan idarə etmə utilitləri sən uzaqdan bir başqasının kompüterinə daxil olmaq və onu işlətməkdən və önəmli məlumatları tutaq ki, əldə edə bilməkdən söhbət gedir. Casuslar da yenə xəbərin olmadan o məlumatları ara-ara göndərir. Cinayətkara göndərir. Bəli, reklam proqramlarından da məsələn ekranda görünür reklam sadəcə olaraq bunlar reklam deyil, bunlar da viruslardır. Reklam daşıyıcı xarakter daşıyan viruslardır. Bunlar da kompüterə virusları sala bilir. Bəli, doğrudur. İndi gəldik antiviruslara. Biz bilirik ki, virusun əksinə var antivirus. Yəni antivirus virusları məhv eləyir və ya tapır. İndi baxır da fərqli-fərqli növləri var. Antiviruslar virusları, yəni verilənlərin daranması, yəni skan olunması yolu ilə əldə eləyirlər, yəni virusları tapırlar. Hansı antiviruslar var? Bunların adlarını da əzbərləyəcəyik. Deməli, Symantec Norton antivirus, Kaspersky antivirus, Dr. Web, MC-AFI virus scan, Panda Titanium antivirus, Avast. Bunları əzbərləməyimiz lazımdır, çünki imtahanda da yəni düşür, bəzən seçim tiplilərin içərisində verir, adlarını uyğunlaşdırmaq olur, ya seçim olur, bunları da əzbərləyəcəyik. Hə, bir də oxumalı şeylər çoxdur, yəni çox şey oxuyub yadda saxlamalısan. Hə, deməli, antiviruslar oldu nə? Symantec Norton antivirus, Kaspersky antivirus, Dr. Web, MC-AFI virus scan, Panda Titanium antivirus və Avast. Bunlar oldu antiviruslar. Yaxşı, indi burada da bir xeyli əzbərləməli yer var. Bax, bunun da hamısını əzbərləyəcəyik. Bax, bu boyutların hamısını ekran. Proqram hakimlər, müfəttişlər, doktor müfəttişlər, süzgəçlər və də vaksinlər. Bəli, bunların hər birini öyrənməliyik. Deməli, bunlar nədir? Bunlar antivirus proqramlarının funksiyalarına görə tipləridir. Yəni, hər antivirus fərqli cür işləyir.
Misal üçün, detektor tipli detektorlar, bu antiviruslar nə edir? Əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum virusların axtarışını təmin edir və onları tapır. Bunun işi sadəcə budur. Əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum olan virusların axtarışını təmin etsin və onları tapsın. Bu qədər. Harda axtarır? Əməli yaddaşda, xarici qurğularda və onlara məlum virusların axtarışını təmin edir və onları tapır. Detektorlar. İndi doktorlar nə edir? Yəni həkimlər, fağlar. Onlar virusları zərər edicilərdən qoruyur. bəli, aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir. Normalda həkim də həyatda o cürdür də, düzdür? Bizə həm xəstəlik tapır, həm də müalicə edir, düzdür? Ona görə doktorlar da virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir. Müfəttiş nə edir? Müfəttiş də virusu tapır, necə tapır? Deməli, proqramın, qovluğun, faylın ilkin məzmununu yadda saxlayır. Dövrü olaraq cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir, vaxtaşırı müqayisə edir və əgər dəyişiklik varsa, artıq ekrana bildiriş gəlir ki, hə, kompüterdə virus var. Deməli, baxaq, burada necə yazılıbdır. Və deyək ki, proqramların, qovluqların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla dövrü olaraq cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Yəni ki, kompüter ilkin olaraq necə idi, hal-hazırda necədir, müqayisə edir. Əgər bir dəyişiklik varsa, deməli, kompüterdə virus var. Aydındır, bax, bu cür tapır bu da. İş prinsipi belədir. Doktor müfəttişlər nə edir? Doktor müfəttişlər, doktor və müfəttiş proqramlarının imkanlarını özündə birləşdirir. Yəni, həm, belə deyək də, tapır, həm də müalicə edir. Bəli, bəli. Yəni, həm müfəttiş kimi tapır, yəni cari olaraq dövrü vəziyyət, daha doğrusu dövrü olaraq cari vəziyyətdə ilkin vəziyyəti müqayisə edir, tapır. Həm də doktor kimi, bəli, müalicə edir. Daha sonra var burada süzgəclər, filtrlər. Süzgəclər, filtrlər nə edir? Bunlar normalda, bax, misal üçün, adi öz evimizdə götürək. Süd süzən, süzgəc də o da, düzdürmü? Bax, biz süzgəclə nə edirik? Südü süzürük, düzdürmü? Orada bizə ta ki, lazım olmayanlar da, belə deyək, çirklər falan qalır. Bəli, süd tökülür. Bax, bu süzgəclər, filtrlər də bu cür işləyir. Elə bir ki, nəzarət eləyirlər. Təhlükəli əməliyyatlar qarşısını alır ki, virusların qarşısını alır və süzülə bu kompüterdə artıq yerini tutur. Bəli, təhlükəli əməliyyatlara nəzarət edirlər, yəni virusları tutub saxlayırlar, kompüterə keçməsinə imkan vermirlər. Aydındır da, həqiqin kimi. Bəli. Aha, gəldi indi axırıncı vaksinlər, immunizatorlar. Bunlar necə işləyirlər? Bax, adi vaksinlər sözü, vaksin ümumiyyətlə, biz bunu bilirik də, koronavirus vaxtı vaksin vurdurmuşuq. Aslında bir xəstəliyin qarşısını almaq üçün preparatlardır da, onu insan bədəninə yedilər. Elə bir ki, həmin virusu insanın bədəninə yedirlər ki, o virusa güc gətirsin, tab gətirə bilsin, bədən immunitetini götürsün. Bəli, bəli. Həmən virusları kompüterə, belə deyək, yerləşdirilir ki, həmən viruslar o kompüterə yönlənərsə, onun qarşısı alınsın, tab gətirə bilsin kompüterdə, yəni qarşısını alsın belə gözləsə. Bəli, tamamilə doğrudur. Eyni də, bax, həmin prinsiplə işləyir, kompüter virusun, belə deyək də, vaksinlərdə. Bəli, virusun elə ki, çox kiçik bir dozası bədənə yeridilir. Bədən artıq o virusu tanıyır. Əslində o xəstəliyi keçirir, amma kiçik doza ilə keçirir. Bədən o xəstəliyi tanıyır və bədəndə artıq antitellər əmələ gəlir. Eyni ilə də vaksinlər immunizatorlarda, yəni kompüterdə də bu cür işləyir. Sanki kompüter virusa yoluxmuş kimi görünür və artıq yeni viruslar onu yoluxdurmağa təkid etmirlər. Bu da aydındır. Bəli, bunlar da oldu antivirusların funksiyalarına görə növləri, yəni tipləri. Bunların da hər birinin adını və necə işlədiyini də öyrənmək lazımdır. Bu belə. Gəlin bunun müstəqil qiymətləndirmə tapşırıqlarına baxaq. Birincini oxuyun. Antivirus proqramlarının üstünə aid deyil. Detektorlar, immunizatorlar, arxiv, süzgəc, müfəttişlər. Biz hansının adını çəkmədik? Müfəttişlərin adı çəkilmədi də, müəllim. Yox, arxivatorları. Bəli, arxiv demədik. Detektor dedik, süzgəc demişik, immunizator demişik, müfəttiş demişik, amma arxiv deməmişik. İndi bunları gələn dərsizdən soruşacağım hamısını, yəni öyrənərik bunların hamısı haqqında. Sonra 2-ni oxuyun. Sonra kompüter virusu həyat yolu ilə başlanır. Toxunma və zərər vurma,
hücum və müdafiə, aktivləşdirmə və passivləşdirmə, daxil etmə və xaric etmə, yoluxdurma və aktivləşdirmə D variantı. Bəli, yoluxdurma və aktivləşmə ilə başlar. Tamamilə doğrudur. Burada deyəsən, Zoom'da deyəsən vaxtı bitibdir. Onda 16.1 evdə tapşırıq deyilər, müstəqil qiymətləndirmə tapşırığı dimdən. Yox, biz davam eləyək. Bizim hələ yarısına kimi vaxtımız var. Sadəcə o Zoom'da deyirəm, çəkiliş deyəsən dayanıbdır. Olsun. Bir də başladıram, ev yoxdur. Nə qədər çəkər, çəkər. Az olacaq olmanı. Bu da deyəsən Zoom. Yoxsa bu çəkirmi? Nəsə bu heç anlamadım bu virus Zoom-dan. Bəlkə siz Zoom-la metini qarışdırıb keçirsiniz elə, yoxsa metinə qoşulursunuz, Zoom-dan da çəkirsiniz? Valla belə deyək də bunu belə deyək, özüm düşündüm ki, Google Meet-də görürsünüz, yəni şey olmur da, axıra kimi yoxdur, şeydir. Fasilə olmur. Curriculum müəlliməsi də onu da fərdi qoşulmuş, amma o da belə. Birinci metinlə keçdik, gördük yazılma yoxdur, axırda Zoom-la keçdi. Onun da dəqiqası olur, 10 dəqiqə, 5 dəqiqə gözləyəsən. İndi onu istəyirəm, siz 2 dənə proqramın adını çəkirsiniz, həmin metin. Bəli, mən indi elə etmək istəyirəm ki, Meet-lə keçəm, Google Meet-lə keçəm. Zoom-la da, Zoom-u da açmaq istəyirəm ki, onunla da rekord edəm də, yəni videosunu çəkəm. Sadəcə olaraq ilk dəfə də eləyirəm deyə. Düzü elə ki, qarışdırmışam bunları. Tam indi əmin deyiləm ki, yəni çəkdimi, yoxsa necə çəkdi? Birinci praktikamız olsun da bu dərs. Bu dərs praktika oldu. Görüm necə olur. Aha. Bu deyəsən budur. Vallahi. Elə ona tam elə başım çıxmır deyə. Deyəsən çəkir. Dərsində elə demişdim. Elədir. İşləmədi, geri qaytardım ona görə. Bəli. Neyse, davam edək görək nə olur. Antivirus. Aha. Buradan da paylaşım. Yoxsa təqdimatımız varmı? Ekran görünür sizdə müəllimə? Bəli, görünür. Görünür, üçü oxuyun. Antivirus proqramların iş qabiliyyətlərini saxlamaqla onları elə dəyişdirir ki, onlar virusları yoluxmuş kimi göstərir. Demək, doktor müfəttişlər bunlar həm müalicə eləyir, sonra vaksinlər həmən virusu bir kompüter bədənlər, doğru dildə bilsən. Sonra cəsuslar da xəlvət işini görür, xəlvət aram-aram atır viruslar, sənin sənədlərini uğurluyur. Bəli. Süzgəclər kirli proqramları süzür, faktlar. Bu da faqlar şeydir də, həkimlər, faqlar, doktorlar. Doktor, həkim, faq, üçü eyni mənanı verir. Yoluxma kimi elə D variantı götürür. Y variantı götürə bilərik də buradan, yoxsa süzgəcləri? Yox. Belə də düşünün, yoluxmuş kimi görünür. Artıq sanki yoluxubdur. Onda ücret şey əmələ gəlir. Vaksinlər. Bəli, vaksinlər. Artıq virusa yoluxmuş kimi görünür və yenidən yoluxdurmur vaksinlər. 4 oxuyun. İnformasiya kompleksi mühafizə sisteminə aid deyil. İnformasiyanın kompleksi mühafizə sisteminə aid deyil. Mənim, bu ən birinci keçdiyimiz idi. İndi o bilmirəm də, ona görə öyrənəsiniz, hələ yadınızda qalmaya bilər. Baxın, burada var deyə kompleks mühafizə sistemləri 4 dənə. Baxın, bunlar. Burada Y variantında olmayacaq da, proqramlaşdırma algoritm mühafizəsi. Bəli, Ayso. Baxın, orada təşkilatı mühafizə var. Mühafizə var, proqram aparat mühafizəsi var. Mühəndis texnik mühafizəsi var, qanunverici mühafizə var. Bir dənə Y variantı uyğun gəlmiş, proqramlaşdırma algoritm mühafizəsi. Doğrudur, tamamilə doğrudur. İndi keçək 5-ə. Burada da deyək, kompüterin ziyanverici proqramlarına daxil olmasını bildirən əlamətləri müəyyən edir. Burada da belə deyək də, uyğunlaşdırım burada, yoxsa elə öz sözlərimlə bildirim. Məsələn, kompüterə virus düşübsə, ekrana əlavə proqram gəlir, sonra səs gəlir, fayllar yoxa çəkilir, yüklənilən proqramlar silinir. Aha, indi bizdə hansı olacaq burada variantdan seçəcəksə? Demək, nəzərdə burada klaviatür
Təkmələrin sayını yox, bu döylü, birinci döylü. Nəzərdə tutulmayan səs siqnallarının generasiyası. Bu gəlir, istər-istəməz özündən asılı olmayaraq səs yaranır kompüterdə. Fayllar yoxa çıxır 3. Proqramların başladarkən kompüterdə yavaş işləmir. Kompüter yavaş-yavaş işləyir. Orada gəlir 2, 3, 4. Bəli. A variantı. Doğrudur. 6-ya baxaq. Kompüter viruslarının qorunma səviyyələri ilə bağlı uyğunluğu müəyyən edin. Birinci səviyyə virus hücumlarının qarşısı alınır, kompüter fiziki olaraq qorunması həyata keçirilir, virus hücumlarının təsiri minimal endirilir, viruslar kompüterin girməsinin qarşısı alınır, virusların mənbəyinin araşdırılır. Birinci götürülür, hücumun qarşısı alınır birinci səviyyədə. Yox. Yox. Birinci virus mənbəyi araşdırılır. Yox. Birinci kompüterin, virusun kompüterə girməsinin qarşısı alınır. Mənbəyi. Baxın mənə buradakilərdir. Burada vardı 3 səviyyə. Olaraq. Baxın, burada vardı, bax burada. Kompüter viruslarından qorunma. 3 dənə olan onlar ilə müəllimə. Bəli, birinci Viruslar səviyyə. kompüterə daxil olmasının qarşısı alınır, virusun hücumun qarşısı alınır. Bir də virus hücumlarının təsiri minimuma İkinci aya gedir onda. İkinci aya gedir. Baxaq. Bəli, 2-yə adı virus hücumlarının qarşısı alınır. Aha. Üçüncü səviyyə nə idi burada? Əgər daxil olubsa da, yəni zərəri minimum olsun. Təsiri az olsun. C variantı. 3-ə də C gedir onda. Bəli. Deməli, birinci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır. Yəni 1-ə D. İkinci səviyyə, əgər virus kompüterə girsə belə, yəni təsir edə bilməsin, yəni hücum edə bilməsin, daha doğrusu hücum edə bilməsin. Amma virus hücumların qarşısı alınır. Bu ikinci səviyyədədir. Üçüncü səviyyədə, əgər hücum edibsə, yəni təsiri ən az olsun, yəni minimum olsun. Bu da üçüncü səviyyə, virus hücumlarının təsiri minimuma endirilir. C variantı da üçüncü səviyyə aiddir. Bəli. Çətin mövzudur, qarışıq mövzudur, öyrənmək lazım. Aha, onda bir dənəsini keçək də, bu ikinciyə keçməyək. Bu qarışıq, bir dənəsini yükümdə. İnşallah biraz qış girsin, bəlkə gündəlik işim də azalar. Həm də belə eləyək də, yəni 3-cü gündən 5-ci günə qədər vaxt azdır, arada bir dənə 4-cü gündür. İndi 5-ci gün çox keçərik ki, fırlanıb 3-cü günə gələndə arada vaxt çox olur. Ərzimə gələnə kimi biraz çox olur. Ona görə 5-ci gün çox keçək, 3-cü gün ev yoxdur, az verərik. Siz onda bir dənə bu dərsi öyrənəcəksiniz müəllimə. Yəni burada birlikdə artıq hansı hissələri öyrənəcəyik. Bəli, bildim burada. Aha, bəli. Bu kompleks mühafizə sistemləri 4 dənə bunu öyrənəcəyik. Sonra informasiyanın qorunmasının 2 üsulu var, bunu öyrənəcəyik. Biometrik mühafizə sistemləri öyrənəcəyik bu cədvəlin içərisini. Sonra virusun həyat yolu yoluxdurma aktivləşmədir. Virus hücumlarından qorunma 3 səviyyədə təşkil olunur. Bu səviyyələrdir. Virusun olduğunu bildirən əlamətlərdir. Virus aşkarlanırsa nə etmək lazımdır? Troyan virusu haqqında qısa balaca bir məlumat burada. Sonra Troyan viruslarının fəaliyyətinə görə növləri, uzaqdan idarə etmə utilitləri, casuslar, reklamlar, bunları öyrənirik. Antivirusların adlarını öyrənirik. Antivirusların fəaliyyətinə görə tiplərini öyrənirik. Bu qədər. Yəni bunları öyrənəcəyik. Yaxşı müəllimə, onda ev tapşırığını mən sizə belə deyək də Arraydan, bəli, artıq qrupa yazacağım, yəni haraları verəcəm deyə. Heç onda hələ ki bugünlük dərsimiz bu qədər olsun. Sağ olun, özünüzə yaxşı baxın. 5-ci gün görüşənə qədər. Təşəkkür ederim. Sağ olun.